Salam. Bu gün sizə öz xəstəmin nəticəsi ilə tanış eləmək istəyərdim. Daxil olarkən 8 yaşında pasiyentimiz, oğlan uşağı, boynunun aşağısından kürək altıya qədər sağa, civari 21 dərəcə, yəni ikinci dərəcənin axırı əyilmə izlənirdi və onun fəsadları, çiyin xətti pozulmuşdu və diqqəti cəlb edən çanaq xətti, sağ tini qalxmışdı və bizim bir kursun nəticəsindən tanış eləmək istəyərdim sizə. Çiyinlər eynidir, çanaq xətti tam eynidir və ikinci dərəcənin axırından birinci dərəcəyə əyilməsi enib. Bu da bizim nəticəmiz. Sağlamlığınıza diqqət